Miss Brown's old grandfather lived with her and her husband. Deməli, Miss Brown's old grandfather, xanım Brown'un old, qoca, grandfather babası lived with her, onunla yaşayırdı, and her husband və onun əri ilə. Her qadınlara deyilir onun deməkdir. Məsələn, əgər anamın darağı deyirəmsə, bu anam qadındır da, bu qadına məxsusdur. Necə deyirik? Her brush. Brush. Sonra dostumun kitabı deyirəmsə, dostum oğlandır da, his book. Oğlana aid olanda his, qadına aid olanda her. Yenə deyirəm, anamın çantası. Anamın çantası nəzərdə tuturam da, deyirəm ki, onun çantasını ver. Nəzərdə tutduğum anamdır. Deyirəm ki, give me her bag. Amma atamın çantasını istəyəndə onun çantasını ver deyirəm, amma atamı nəzərdə tuturam. Atamın çantasıdır o. Give me his bag. Buna diqqət eləyin. Sonra lived, yaşayırdı. Nədir? Keçmiş zaman şəkilçisi. Every morning, hər səhər. He went. O gedirdi. Went, go. Getmək sözünün keçmişidir. For a walk. Gəzməyə. In the park, parkda. Tərcüməni birləşdirək. Every morning he went for a walk in the park. Hər səhər o parkda gəzməyə gedirdi. And və came home, evə gəlirdi at 12:30. 12'nin yarısı for his lunch, gələn 6 üçün. But one morning, amma bir səhər, a police car, polis maşını stopped outside, çöldə dayandı. Miss Brown's house stopped outside Miss Brown's house. Yəni Miss Brown's'ın house, evinin outside, çölündə dayandı. At 12 o'clock. Saat 12'nin yarısında. Biz tərcümələrdə uşaqlar çox rast gəlmişik ki, bu half pastda ya bir saat qabağı deyir. Məsələn, half past 6 deyirsə, 7'nin yarısını nəzərdə tutur. Biz bunu uşaqlarla bir neçə dəfə rast gəlmişik. 7'nin yarısı nəzərdə tutur. Bir də var ki, half past məsələn 12 deyir, 12'nin yarısı. Elə özünü də 12'ni də nəzərdə tutur. Ona görə bunu situasiyaya görə müəyyən eləyəcək. Two policemen, 2 polis helped Mr. Brown, kömək edirdilər Mr. Brown, cənab Brown'a. To get out of them said to Miss Brown's. Get out, yəni düşməyə. Helped Mr. Brown to get out. Mr. Brown'un düşməyinə kömək edirdi. One of them, onlardan biri, said to Miss Brown. Said dedi xanım Brown'a. Hissə tərcümə eləyəndə daha rahat alınır. The poor old gentleman. Poor yəni yazıq, old, qoca gentleman, bəy, lost, itiribdi his way, yolunu. In the park, parkda. And telephoned us və zəng etdi bizə for help, kömək üçün. So, belə ki, we sent a car. Biz maşın göndərdik. To bring him, onu gətirsin home, evinə. Miss Brown was very surprised. Xanım Brown çox surprised, təəccübləndi. But amma she thanked, o təşəkkür etdi. The policeman, polisə. And they left və onlar left, yəni leave. İndiki zamanda leave, tərk etmək deməkdir. Keçmişi kökdən dəyişir, left, tərk etdilər. But grandfather, amma baba, she then said, o then, sonra said dedi. You have been to that park. You have been, olmusan. To that park, bu parkda. Nearly,
Təxminən every day, hər gün, for 20 years, 20 il. How did you lose? Necə itirdin your way, yolunu zeyə orada? Yəni orada yolunu necə azdı, necə itirdin? The old man smiled. Qoca kişi gülümsədi. Closed one eye. Bir gözünü yumdu. O göz qırpmaq deyirlər. Closed one eye. Bir gözünü yumdu. And said və dedi. I didn't quite lost my way. Mən quite demək olar ki, quite kifayət qədər deməkdir. Yəni biraz elə-belə mənasını verir burada. Lost my way, yolumu itirdim. I just got tired. Yox, sorry uşaqlar, deyir ki, I didn't quite lost. Demək olar ki, yolumu itirməmişdim. I just got tired. Just sadəcə deməkdir. Sadəcə got tired, yoruldum. And I didn't want və mən istəmədim to walk home, evə piyada gəlməyi. Walk, gəzmək deyirlər buna. Yəni bu piyada yerimək gedir, walk sözü. Burada diqqət eləyin nəyə? Bəzi şeylərə diqqət eləyin. Burada keçmiş zamana diqqət eləyin. Keçmiş zaman feillər sonuna et və yaxud da bəzi feillər kökdən dəyişir. Live it, yaşadı. Live, yaşamaqdır. Live it, yaşadı. Go, getməkdir. Kökündən dəyişir, keçmişdə olur went. Came, indiki zamanı onunla yazılır. Come, gəlməkdir. Came, gəldi. Stop, dayanmaqdır. Stop it, dayandı. Görürsünüz, et keçmiş zaman şəkilsi. Help, kömək etmək. Help it, kömək etdi. Mənanı dəyişir et şəkilsi, keçmişə göndərir. Telefon, zəng etmək. Telefon, zəng etdi. Sonra send, d olanda belə yazılır. Send, indiki zamandadır. Kökündən dəyişir, tıya çevrilir. Send, göndərdi. Bu əmizlər to be'nin keçmiş zamanda, was word'da keçmiş zaman formatı. Thank, təşəkkür etmək. Thank it, təşəkkür etdi. Bayaq yazdıq. Leave, tərk etmək. Left, tərk etdi. Baxaq sonra say demək. Necə yazılır? Belə. Say demək. Said dedi. Sonra baxaq. Did, do'nun keçmişidir. Do etmək, did etdi. Bir də köməkçi feil kimi verilibdir. Smile, gülümsəmək. Smiled, gülümsədi. Bu tired sözün özüdür ha. Burada keçmiş zaman bilirsinizmi hansıdır? Qoy sileyim. Burada keçmiş zaman bax budur. Bax bu. Got. İndiki zamanda get olmaq mənası verir. Keçmişi də kökündən dəyişir olur got. Vəssalam. Bu sizin keçmiş zamanıdır. Who lived with Mr. and Miss Brown? Kim yaşayırdı? Miss Brown's old grandfather lived with Miss Brown and Mr. Brown. What did he do every morning? Every morning he went for a walk in the park. When did he came home? He came home nearly haralarda, buralardaydı bax. At 12:30. What did he come home for? What did he come for home? Baxaq. Baxım görüm harda mən nəsə səhv oxudum. When did he came? Bunu dedim. What did he come home for? Baxaq görək. He came home for lunch. Ha buradaymış. He came home for lunch. What happened one morning? One morning a police car stopped outside Mrs. Brown's house. Digər suallarda özünüz cavab verin. Görən videolarda eləmirsiniz sualları. Yəni bunu təkrar başlayacağım 10 mətn olandan sonra. Artıq orada göndərməyə bilməyəcəksiniz. Getdik. Demək, Helen's eyes, Helen'in gözləri were not very good. Yaxşı değildi. So, belə ki, she usually, o adətən wore glasses. Eynək geyinirdi. Wear sözü var ya, geyinmək. Geyinmək sözünün keçmişidir. Dərsi mənə eynən bu formada izahla göndərin. Yəni o keçmişləri falanı hamısını siz də mənim kimi izah edin. Və burada bir qaydaya diqqət çəkək. Helen's eyes.
Helen'in gözləri. Əgər mən desəm Helen eyes, olur Helen göz. Amma burada bizə bir apostrof S. Nə deməkdir? In, in, un, ün şəkilcisi. Apostrof S. In, in, un, ün şəkilcisi. Cəm isimlərdə də S apostrof olur. Məsəl üçün, girls, qızların eyes, gözləri. Buradakı qızlar həm də cəmdədir. Ona görə apostrof S-dən sonra. But amma when she was 17, o 17 yaş olanda she began, o başladı to go out with a young man. To go out yəni gəzməyə çıxmağa. With a young man, gənc bir adam ilə. She never wore her glasses. She never, o heç vaxt wore geyinmirdi her glasses, eynəyini. When she was with him, onun ilə olanda. When anda əndə mənası verir. She was with him, onunla olanda. Sonra when he came, o gələndə to the door, qapıya, to take her out, onu çıxarmağa. She took her glasses off. She, o, took, çıxarırdı. Her glasses off, yəni eynəyini çıxarırdı. And when she came home və o evə gələndə, anda nə verdi? Deyirik gələndə. Buradakı when bağlayıcısı. Rus dilində sayuzdur. Səhv eləmirəmsə bağlayıcı. She came home, evə gəldi yenidən. And he left. Və o getdi. Oğlanı deyir. He left. She, qızı deyir. She, o, put them on. Yəni onları geyindi. Demək ki, bu qız, bu oğlan gedəndə eynəyi çıxarır. Gələndə, oğlan olmayanda eynəyini taxır. Sonra when she came home, evə gələndə dedik, and he left, oğlan gətirdi qızı burada, came home again, evə gətirdi, qoydu, he left, oğlan getdi, she put them on, qız da açqını taxdı. One day, bir gün her mother, onun anası said to her, ona dedi, but Helen, why do you never wear your glasses? Why? Niyə? Do you never wear? Heç vaxt wear geyinmirsən your glasses, eynəklərini. When you are with Jim. Jim ilə olanda. Yenə də baxın, when bağlayıcısı. Anda mənası verdi. He takes you to beautiful places in his car. He, o, takes, aparır, you, səni, to beautiful places, gözəl, places yerlərə. In his car, maşınında. But you don't see anything. Amma you, sən, don't see, görmürsən anything, heç nə. Well, mother, yaxşı ana, said Helen. Helen dedi. I look prettier to Jim. Mən deyir, look, görsənirəm, prettier, daha gözəl görsənirəm to Jim, Jimə. When I am not wearing my glasses. Mən, I am not wearing, geyinməyəndə my glasses, eynəklərimi. And he looks, və he, o, looks, görsənir, better, daha yaxşı, to me, mənə, həmçinin. İndi burada keçmiş zamanlara yenə baxaq. Burada eyes cəmdə olduğu üçün were işlətdik. Dedik, geyinmək sözü wear'dir, keçmişi wore kökündən dəyişib. Begin söz var, begin, başlamaq. Keçmişdə oldu began. Sonra were dedik, was bilirsiniz ki, təkdə olanda she, təkdədir, was olur. Amma they olsaydı, cəmdə olsaydı, they olanda were olur. You olanda were olur. Nə deməkdir? Di, du mənası verir. Mənsubiyyət şəkilsi deyirlər Azərbaycanı. Bax, yəni ona birə-bir uyğun gəlir. Məsəl üçün, she was a student. Nə deməkdir? O tələbə idi. Amma cəmdə olanda they were students. Onlar tələbə idilər. Görürsüz, təkdə olanda was, cəmdə olanda were. Sonra took dedik, take var ya, götürmək sözü.
götürmək sözünün keçmişidir. Bax, bunlar vacibdir, öyrənilməlidir. Seyidi bayaq dedik. Bu belə. Buradan diqqət eləyəcəksiniz. Dərsi izah eləyəndə mənə yəlik halı, apostrof s və yaxud da s apostrofu izah eləyəcəksiniz. In, un kimi. Bir də yenə keçmiş zamanda olan feillər deyəcəksiniz. Məsələn, came yenə də o olanda come gəlmək, came gəldi. Baxıram, başqa bir söz gözümə dəymir. Belə. Olsun, bu da bugünün dərsi.